Qarın şişməsi bir çox insanın gündəlik qarşılaşdığı narahatlıqdır və səbəbləri düşündüyünüzdən daha çoxdur. İlk növbədə çox sürətli yemək qarnın içərisinə hava dolmasına səbəb olur. Bu da yeməkdən daha sonra şişkinlik yaradır. Qazlı içkilər, duzlu və hazır paket qidalar bağırsaqlarda su tutulmasını artırdığı üçün şişkinliyi daha da gücləndirir. Əgər süd məhsulları yedikdən sonra şişkinlik hiss edirsinizsə, bu laktoza çatışmazlığı ilə bağlı ola bilər. Bağırsaqlar süd şəkərini parçalaya bilməyəndə həzm prosesi yüklənir və qaz yığılır. Saqqız çiynəmək, siqaret çəkmək və ya yemək zamanı danışmaq əlavə hava udulmasına səbəb olur. Stress də mühüm faktordur. Çünki sinir sistemi gərgin olduqda bağırsaqlar daha ləng işləyir və qida uzun müddət həzm sistemində qalır. Hormonal dəyişikliklər, xüsusilə də qadınlarda menstruasiya öncəsi dövr şişkinliyi artıran təbii səbəblərdən biridir. Əgər şişkinlik mütəmadi təkrarlanırsa və ağrı ilə müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır. Bu kiçik simptom bəzən daha ciddi problemlərin ilkin siqnalı ola bilər.